Salam, mental arifmetika proqramının növbəti dərsində hər birinizi xoş gördük. Sürətli hesablamanı öyrənmək istəyirsinizsə, videoları sona qədər izləyin, bəyənin və eyni zamanda kanala abunə olun ki, növbəti dərslərdən xəbərdar olasınız. Bugünkü dərsimiz 3+2 qaydasını barmaqlarımızda tətbiq etməklə hesablamanı öyrənəcəyik. Biz bilirik ki, 3 və 2 eyni zamanda 2 və 3, 4 və 1 və 4 bir-birinə kiçik qardaşlardır və bu qaydanı bilməklə biz bu hesablamanı yerinə yetirəcəyik. 3+2, 3-ün üzərinə 2 gəlmək üçün bizim əlimizdə bir beşlik var, bir də təklik var. Və bu zaman biz nə edirik? 3+2 deyiriksə, 2-nin qardaşı 3-ü biz yumuruq və bunun əvəzinə 5-i açırıq, 5-liyi açırıq və cavab eləyir 5. İndi öyrəndiyimiz qaydanı misallarla daha da təkmilləşdirəcəyik. Yəni, biz burada nə edirik? 2-nin üzərinə 1 gəlirik, eləyir 3. 3-ün üzərinə 2 gələndə öyrəndiyimiz qaydanı tətbiq eləyirik. 3 gedir, 5 gəlir və burada 5-dən 5-i çıxırıq, cavab eləyir 0. 2 çıxaq 2, 0. Üzərinə 4 gəlirik, eləyir 4. 4-ün üzərinə 2 gələndə biz burada yenə də əgər 4-ün üzərinə 2 gəliriksə, bizim əlavə edə biləcəyimiz barmaq ancaq 5-likdirsə, bu zaman 2-nin qardaşı 3. Axı biz deyirik 4-ün üzərinə 2 gəlirik. Hansı rəqəmi gəliriksə, əgər ona əlavə edə bilmiriksə, 5-ə müraciət eləyiriksə, 4-ün üzərinə 2 gələndə 2-nin qardaşı 3 gedir, 5 gəlir. Cavab eləyir 6. 4+2, 4-ün üzərinə 2 gələndə yenə biz 5-ə müraciət eləyiriksə və 2 rəqəminin adını çəkdiksə, 2-nin kiçik qardaşı 3-ü yumuruq barmaqlarımızı və 5-ə əlavə eləyirik. Çıx 1, çıx 5. Cavab eləyir 0. Öyrəndiyimiz qaydanı 2 rəqəmli ədədlərə də tətbiq edək. 30-un üzərinə 28 gəlirik. 30+28, 30-un üzərinə 20 gəlirik. 3+2 qaydası kimi. 30 gedir, 50 gəlir. Bura 8 əlavə eləyirik. Daha sonra 58-dən 55 çıxırıq, 50-dən 50 çıxırıq 0, 8-dən 5 çıxırıq 3 və 3-ün üzərinə 22 gəlirik. Onluqlara 20 əlavə eləyirik. 3-ün üzərinə 2 əlavə eləyəndə 3 gedir, 5 gəlir və cavab eləyir 25. Növbəti misalı eləyirik. 41, üzərinə 23 gəlirik. 40-ın üzərinə 20-ni 4+2 qaydası ilə gəlirik. 3 gedir, 5 gəlir. Deməli, 1-in üzərinə 3 gəlirik. Cavab eləyir 64. 64-dən çıxırıq 12. Cavab elədi 52. 52-nin üzərinə 22 gəlirik. Cavab edir 74. Bugünkü dərsimiz bu qədər. Misalları videonu dayandıraraq özünüzdə həll edib və sonra cavabları tutuşdura bilərsiniz və beləliklə öyrəndiyiniz qaydanı nə dərəcədə mənimsədiyinizi yoxlaya bilərsiniz. Növbəti dərsdə görüşənədək.